Hər kəsə salamlar. Bugün biz sizlərlə həftənin analizini edəcəyik. ABŞ birjasında nələr baş verdi? Qızıl, gümüş yüksələcəkmi? Bitcoin və kriptoda baş verənləri sizlərlə analiz etməyə çalışacağam. İlk öncə Amerika birjasından başlamaq istəyirəm. Bildiyimiz kimi keçən videolarımda da mən söyləmişdim ki, Amerika birjasında təmkinli olmaq lazımdır. Biz burada 7000-lərdə mən video çəkmişdim və dedim ki, 7000-lərdən sonra aşağı doğru düşüşlər ola bilər. Biz burada gördüyümüz kimi bir dip, ikinci dip, burada üçüncü dip və bu da dördüncü dip. Burada biz görürük ki, burada baxsaq görərik ki, təxmin olaraq 8, 13, 21, 40 gününcü hərəkətli ortalamanın üzərində bir dip yaradıbdır və bu dibdən 4 saatlıqda yuxarı doğru hərəkət edibdir. Yəni buradan belə görə bilərik ki, indi artıq bir 7000-i test edəcək və 7000 bizim keçən videolarımızda dediyimiz kimi psixoloji həddir. Bu əgər 7000-i keçə bilsək, növbəti hədəfimiz 7102 və 7102-dən sonra isə 7300 hədəfimiz var. İndi bildiyimiz kimi geosiyasi vəziyyətdə bir çox gərginliklər var və bu gərginliklərin həll olunmasını mən gözləyirəm. Və hər kəsin çox diqqətlə gözlədiyi Amerikanın İrana hücumu idi və Amerika hücum etmir. Mən belə başa düşürəm ki, Trump bu söhbətləri danışıqla, siyasi yolla həll etmək istəyir. Demək olar ki, müsbətdir, yavaş-yavaş hissəli alışlar etmək olar, amma yenə də təmkinli olmaq lazımdır. Yəni pulunuzun heç vaxt 100%-ni yatırım etmək olmaz. Yavaş-yavaş hissəli şəkildə alışlar etmək olar. Sonra isə keçək əsas məsələ qızıl, gümüş. Qızılda gördüyümüz kimi yenə 4 saatlıqdadır bizim qrafikimiz. Qızılda mən təxminən 5300-də video çəkmişdim və 5300-də dedim ki, təmkinli olun, almaq üçün yaxşı vaxt deyil. Burada çatdı 5600-ə demək olar. 5600-dən düşdü və mənim dediyim hissədən təxmini olaraq düşdü 4400-ə və buradan yenidən alış gəldi və alışdan sonra qalxdı $5000 səviyyələrinə. Biz indi burada qızılın volatilitesi var. Buradan qızılın biz həcminə baxsaq, görərik ki, bu qrafikdə də həcm bir qədər çox aşağı düşübdü. Qızıl haqqında fikrim odur ki, qızıl ilin sonuna doğru yüksələcək və $6000 həddini də görmək ehtimalı var. Qızıl daha çox hər kəs tərəfindən bilinən bir metaldır. Ona görə qızılın məncə davamlı alışı gələcək. İndi ola bilər burada müəyyən bir müddət bu 5000 və 4500 aralığında ticarət olunsun, yuxarı aşağı və sonda yuxarıya doğru hərəkət edə bilər. Qızılda hissəli alış etmək olar. Çalışın yenə burada da ki, hissəli alış edin. Birbaşa pulunuzu yüksək məbləğlərlə girməyin, yavaş-yavaş həftəlik alışlar edin. Yəni nə qədər hissəli alsanız, o qədər sizin xeyrinizə olacaq və il sonuna doğru $6000 bizim görməyimiz demək olar ki, mümkündür. Keçək indi gümüşün qrafikinə. Gümüşdə vəziyyət bizim istədiyimiz kimi deyil. Gümüşdə mən yenə gümüşü almağı tövsiyə etmirəm. Mən gümüşdə keçən videolarımda demişdim. Mən video çəkəndə təxminən $100-110 aralığında ticarət olunurdu. Almağı məsləhət görmürəm. Çünki gümüş demək olar ki, əsasən gümüşün istehsal edən ölkələrdən biri Çindir və Çində gümüşün qiymətinin qalxmağını Çin hökuməti istəmir. Çünki Çindən bir çox sənaye məhsulları istehsal olunur və ona görə də gümüşün qiymətinin yüksək olması Çin dövləti üçün sərfəli deyil. Qızıl gümüşün ən çox alan ölkələrdən biri də Çindir. Hələ ki, yəni gümüşdə alış mərhələsi deyil. Yəni gümüşü məsləhət görmürəm. İndi isə keçəyin Bitcoin-ə, kriptolarda vəziyyət necədir? Keçən videolarda da mən kriptolar haqqında söylədim ki, təmkinli olun, almağa tələsməyin. Çünki artıq o mühüm dəstək səviyyələrini qırmışdı və biz də buradan gördüyümüz kimi əsas burada onun dəstəyi var idi 73000-də. 73000 dəstəyini qıraraq artıq düşdü 60000-ə kimi və 60000-dən yenidən alış dəstəyi oldu və yuxarı qalxmaq kimi bir niyyət ola bilər. Yenidən 73000-ə kimi qalxa bilər. Burada alış etmək üçün yaxşı bir vaxt deyil. Təmkinli olmaq lazımdır. Yəni alış üçün tələsməyin. Mənim ümumi Bitcoin haqqında proqnozum odur ki, il sonuna doğru yenidən bəlkə biz bu 105.000 və yaxud da ki, belə 120.000 hədəflərini 5, sonra gəlir 111 və sonda 122.000 bu hədəfləri biz görə bilərik. Mənim fikrim bu yöndədir. Amma ümumi təmkinli olmaq lazımdır. Burada alış etmək üçün düzgün bir vaxt deyil. Biz gözləməliyik ki, yenidən
yüksəliş trendinə keçirmi? Əgər keçsə, ondan sonra hissəli alışlar etmək olar. Amerika birjasında alış etmək olar. Necə analiz edirəm bunu? Əsasən CNN Business-in Fear Greed indeksinə, yəni qorxu, acgözlük indeksinə baxıram. Burada bu indeksdə görürsünüz, məsəl üçün indi neytraldır. Yəni bu onu deyir ki, məsəl üçün extreme fear olanda insanlar alış etməyə qorxur. Məsəl üçün greed, extreme greeddə isə insanlar acgözlüdür. Extreme fear və fear aralıqlarında alış etmək daha yaxşıdır. Çünki insanlar qorxur, satır, səhmlərin qiyməti aşağı düşür və bu greed, məsəl üçün bu 75-80 aralıqlarında daha təmkinli olmaq lazımdır alış üçün. Sonda onu deyə bilərəm ki, Amerika birjasında hissəli alış etmək, qızılda hissəli alış etmək olar. Gümüşdə təmkinli olun, alış etməyin. Kriptolarda da yenə təmkinli olun, gözləyin, o dəstək səviyyələrini qırsın, yuxarı doğru görək ki, bir trend var, onda hissəli alış etmək olar. Videonu izlədiyiniz üçün təşəkkürlər. Sizi burada maraqlandıran hər hansı bir sual varsa, şərhlər bölməsində mənə qeyd edin. Olduğum müddətcə sizlərə geri dönüş edib məlumat verəcəm. Kanala da dəstək olmaq üçün like, abunə və komment yaza bilərsiniz.